Həm salam. Bilirsiniz, bəzər elə kitablar olur ki, onlar sadəcə bir hekayə danışmır, bütün düşüncə tərzimizi dəyişir. Eliyahu Qoldratın Məqsəd romanı da məhz belələrindəndir. Bu sadəcə bir biznes hekayəsi deyil, əslində mürəkkəb sistemləri anlamaq üçün bir bələdçidir. Gəlin görək, bu kitabda nə sirlər var? Təsəvvür edin, hekayə birbaşa belə bir gərgin ultimatumla başlayır. Bu sözlər bizim baş qəhrəmanımız, zavod müdiri Alex Rogoya deyilir. Cəmi 3 ay. Bütün karyerası, yüzlərlə insanın işi, hər şey bu 3 aydan asılıdır. Təzyiqi ilk andan hiss edirsiniz. Yaxşı, gəlin biraz Alexin dünyasına baş vuraq. O, nə ilə üz-üzədir? Mənzərə, yumşaq desək fəlakətdir. Tam bir xaos hökm sürür. Sifarişlər həmişə gecikir, səmərəlilik sözü sadəcə lüğətlərdə qalıb və rəhbərlik demək olar ki, hər gün onu qovmağa hazırdır. Bu vəziyyət yəqin ki, çoxunuza tanış gəlir, elə deyilmi? Hər gün eyni şey. Bir yanğını söndürürsən, o biri başlayır. Müştərilər zəng edib qışqırır, rəhbərlik isə hər dəfə yeni, bir-birinə zidd tapşırıqlar verir. Alex sadəcə problemləri həll etmir. O, sadəcə olaraq batmamağa çalışır. Əsl problemin kökünü tapmağa isə heç vaxt çatmır. Və bax, bu ümidsizliyin ortasında demək olar ki, təsadüfən səhnəyə biri çıxır. Alexin köhnə fizika professoru Yona. Amma Yona ona hazır reseptlər vermir. Yox, əksinə, o elə sadə, amma elə dərin suallar verir ki, Alex biznes haqqında bildiyi hər şeyi, bütün qaydaları şübhə altına almağa başlayır. Məhz bu görüş hər şeyi dəyişdirəcək. Beləliklə, Yona ilə görüşdən sonra biz hekayənin və ümumiyyətlə bütün bu yanaşmanın təməlinə gəlib çıxırıq. Hər şeyi təyin edən o bir suala. Baxın, sual budur və bu çox sadə səslənir. Bir kommersiya təşkilatının əsl məqsədi nədir? Yona bu sualı təkcə Alexə vermir, sanki elə birbaşa bizə, sizə verir. Bir anlıq dayanıb fikirləşin, sizin işlədiyiniz şirkətin əsas, tək məqsədi nədir? Təbii ki, Alex də bizim çoxumuzun verəcəyi cavabları verir. Xərcləri azaltmaq, keyfiyyətli məhsul istehsal etmək, ən müasir texnologiyaları tətbiq etmək. Bunlar hamısı yaxşı səslənir, düzdür? Amma Yona göstərir ki, bunların heç biri əsl məqsəd deyil. Fikirləşin, ən keyfiyyətli məhsul istehsal edə bilərsən, amma bu səni müflis edirsə, nə faydası? Deməli, bütün bunlar sadəcə vasitələrdir. Son hədəfə çatmaq üçün birər alət. Və nəhayət cavab gəlir. O qədər sadədir ki, bəzən unuduruq. Əsl, yeganə məqsəd pul qazanmaqdır. Amma bir əmması var. Təkcə bugün yox, həm də gələcəkdə. Vəssalam. Bu bir cümlə Alex üçün hər şeyi dəyişir. Artıq o, hər bir qərarına, hər bir addımına bir sualla qiymət verir. Bu, bizi pul qazanmağa daha da yaxınlaşdırır, yoxsa yox? Yaxşı, pul qazanmaq əla səslənir, amma bu biraz abstrakt deyilmi? Bunu necə ölçmək olar? Yona burada da köməyə gəlir və 3 sadə, amma çox güclü ölçü vahidi təqdim edir. Birincisi, məhsuldarlıq. Yəni, satdığımız mallardan nə qədər sürətlə pul daxil olur? Bu bizim pul qazanma motorumuzdur. İkincisi, ehtiyatlar. Bu ambarda, prosesdə olan və hələ satılmamış hər şeyə yatırdığımız puldur. Yəni, sistemdə donub qalmış pul. Üçüncüsü isə əməliyyat xərcləri. Bu da ehtiyatları məhsuldarlığa, yəni real pula çevirmək üçün xərclədiyimiz hər şeydir. Məqsəd artıq aydındır. Məhsuldarlığı yuxarı qaldır, ehtiyatları və əməliyyat xərclərini isə aşağı sal. Bax, bu qədər sadə. İndi isə gəldik kitabın bəlkə də ən yadda qalan, ən möhtəşəm hissəsinə. Alex bütün bu nəzəriyyəni zavodun səs-küyündən uzaqda, oğlu ilə getdiyi adi bir skaut yürüşündə dərk edir. Bu mürəkkəb bir konsepsiyanın necə sadə bir hekayə ilə başa salına biləcəyinin mükəmməl nümunəsidir. Deməli, yürüşdəki birinci reallıq asılı hadisələr. Bu nə deməkdir? Çox sadə. Arxadakı uşaq qabaqdakı yerəməmiş, yeriyə bilməz. Biri o birinə bağlıdır. Eynilə zavoddakı konveyer xətti kimi. Bir proses bitmədən növbətisi başlaya bilməz. Sistemlərin əksəriyyəti məhz belə işləyir. İkinci reallıq isə statistik dalğalanmalardır. Yəni, həyatda heç nə robot kimi eyni sürətlə baş vermir. Yürüşdəki uşaqlar gah yorulur, yavaşlayır, gah da enerji yığıb sürətlənir. Zavoddakı dəzgahlar da belədir, insanlar da. Bu dəyişkənlik qaçılmazdır, hər sistemdə var. Yaxşı, indi gəlin bu iki şeyi birləşdirək. Hər kəs bir-birindən asılıdır və hər kəsin sürəti dəyişir. Məntiqlə kiminsə yavaşlaması, kiminsə sürətlənməsi ilə tarazlaşmalı və cərgə eyni qalmalıydı, düzdür? Amma əslində nə baş verir? Cərgə getdikcə uzanır, aralarda böyük boşluqlar yaranır, tamamilə dağılır. Bəs niyə? Bu, zavoddakı gecikmələrin və ambardakı mal yığıntılarının eynisidir. Səbəb nədir?
Və birdən Alexin beynində bir işıq yanır. Aha, ana. O başa düşür ki, bütün qrupun sürətini təyin edən ən sürətli uşaq deyil. Əksinə, ən yavaş uşaqdır. Adı Herbie olan balaca kök bir oğlan. Başqaları istədiyi qədər qaçsın, fərqi yoxdur. Sonda hamı dayanıb Herbie-ni gözləməli olur. Bütün sistemin sürəti Herbie-nin sürətinə bərabərdir. Herbie sistemin dar boğazı, yəni məhdudiyyətidir. Bax, bu kəşf hər şeyi dəyişir. Zavodun gücü onun ən bahalı, ən müasir dəzgahının gücü deyil. Zavodun gücü onun ən zəif bəndinin, yəni dar boğazlarının gücünə bərabərdir. Bir zəncirin gücü ən zəif halqası qədərdir deyirlər, bu da həmin məntiqdir. Amma biznesdə bunu çox vaxt unuduruq. Artıq Alexin əlində bir super güc var. Problemi harada axtarmağı bilir. O, dərhal zavoda qayıdır və öz herbilərini axtarmağa başlayır. Görək bu dərs real həyatda necə işləyəcək? Alex və komandası üçün əsl xəzinə ovu başlayır. Onlar zavodda Herbie-ni axtarırlar və tapırlar, həm də bir yox, 2 dənə. Biri köhnə, amma çox vacib bir dəzgah olan NCX-10, digəri isə termiki emal prosesi. Məlum olur ki, bütün zavodun nəfəsi bu 2 nöqtədən asılıymış. Bütün gecikmələrin səbəbi onlar imiş. Və ən gözəli odur ki, bu problemi həll etmək üçün milyonlarla dollarlıq yeni avadanlıq almağa ehtiyac olmur. Onlar sadəcə məntiqlə düşünürlər. Məsələn, keyfiyyətə nəzarəti bu dəzgahlardan sonra yox, əvvəl edirlər. Niyə? Çünki zay bir detalı qiymətli darboğazda emal edib onun vaxtını almaq ağılsızlıqdır. Sonra bu dəzgahların bir dəqiqə belə boş dayanmasına imkan vermirlər, hətta nahar vaxtı da növbəli işləyirlər. Və onların iş cədvəlini elə qururlar ki, yalnız ən vacib sifarişlər ora getsin. Bu isə bəlkə də bütün kitabın ən vacib cümləsidir. Darboğazda itirilən bir saat, bütün zavod üçün itirilmiş bir saat deməkdir. Çünki bütün sistem onsuz da onu gözləyir. Amma darboğaz olmayan bir yerdə bir saat qənaət etmək, bu sadəcə bir illüziyadır. Heç bir faydası yoxdur. Çünki o qənaət onsuz da gedib darboğazın qarşısında növbədə duracaq. Nəticədə Alex təkcə zavodu xilas etmir. O, bundan da dəyərli bir şey kəşf edir, davamlı təkmilləşdirmək üçün universal bir resept, istənilən problemi həll etmək üçün məntiqi bir proses. Bu, kitabın bizə əsl hədiyyəsidir. Və bu bütün təcrübə, bu 5 sadə addımda cəmləşir. Məhdudiyyətlər nəzəriyyəsinin ürəyi, bax budur. Birinci addım, dayan və sistemin ən zəif nöqtəsini, yəni Herbie-ni müəyyən et. İkinci addım, pul xərcləmədən, əlindəki imkanlarla o Herbie-dən maksimum fayda götürməyə çalış, yəni onu istismar et. Üçüncü addım, bütün digər prosesləri, bütün sistemi o Herbie-nin ritminə uyğunlaşdır. Başqa heç kim ondan daha sürətli işləməsin. Hər şeyi ona tabe et. Dördüncü addım, əgər hələ də daha çox gücə ehtiyacın varsa, bax yalnız indi pul xərcləyib o məhdudiyyəti yüksəlt. Və beşinci, ən vacib addım, bir Herbie-ni aradan qaldıran kimi dayanma. Dərhal növbəki Herbie-ni axtarmağa başla. Çünki köhnə vərdişlərə qayıtmaq, yəni ətalət, yeni düşmənindir. Bu bir dövrədir. Və bu bizi kitabın adına gətirib çıxarır, məqsəd. Amma eyni zamanda davamlı təkmilləşdirmə prosesi. Yəni, məqsəd bir dəfə finiş xəttinə çatmaq deyil. Məqsəd bu prosesin özüdür. Həmişə axtarışda olmaq, həmişə daha yaxşı olmağa çalışmaqdır. Çünki sistemdə həmişə bir Herbie, yəni bir məhdudiyyət olacaq. Müəllifin bu statı isə onun bütün fəlsəfəsini çox gözəl ifadə edir. Goldratt deyir ki, biznes problemləri kainatın sirləri kimi mürəkkəb deyil. Bizə lazım olan şey sadəcə sağlam məntiq və problemlərə bir alim kimi yanaşmaqdır. Müşahidə et, fərziyə irəli sür, sınaqdan keçir və nəticə çıxar. Bax, bu qədər. Və sonda bu sual birbaşa sizədir. Bu prinsiplər təkcə böyük zavodlar üçün deyil. Sizin işinizdə, komandanızda, hətta gündəlik həyatınızda sizi ləngidən, irəli getməyə qoymayan Herbie nədir? Bəlkə bu bir prosesdir, bəlkə bir vərdiş, bəlkə də bir insan. Onu tapmaq və onunla məşğul olmaq əsl irəliləyişə doğru atılacaq ilk və ən vacib addımdır. Bu barədə düşünməyə dəyər, elə deyilmi?